Bismillahirrahmanirrahim. Değerli izləyicilər, son günlərdə müşahidə etdiyiniz kimi Azərbaycanın milli mənəvi dəyərlərinə, tarixi keçmişinə, tarixi qəhrəmanlarına, Azərbaycanın din anlayışında olan müqəddəsatına kütləvi hücumlar başlayır. Təəssüflər olsun ki, bu hücum dalğasına akademiya mənsubları, siyasilər, media qurumları, ictimai xadimlər daxil olmaqdadır. Bu qurum digər sahələrlə yanaşı Azərbaycan tarixinə də ciddi xəyanət etməklə məşğuldular. Yad ölkələrə, vaxtilə Azərbaycana hücum eləyib, torpaqlarımızı zəbt eləyən, Təbrizimizi dəfələrlə yandıran Osmanlı təəssüratlarından qaynaqlanan bu FETÖ güvənliləri açıq-aşkar Şah İsmailə qarşı, açıq-aşkar Azərbaycanın etiqadına qarşı, Azərbaycanın Əhl-i Beytlə bağlılığına qarşı ciddi mübarizəyə başlayıblar. Bunlardan biri də Türkiyədə FETÖ örgütü tərəfindən belə deyək, beyni yuyulmuş, manqurtlaşdırılmış insanlar var ki, sonradan Vəhabi təsiri altına düşüb onların mayası ilə, onların sərmayəsi ilə bugün sosial mediada dinimizə, dilimizə, mədəniyyətimizə, tariximizə qarşı ciddi zərbələr vurmaqla məşğuldular. Şiəliyi Azərbaycan Şah İsmail gətirməyib. Ondan əvvəl də Azərbaycanda şiəlik var idi və s. Belə bir iddia ilə çıxış edib. Buna da bir tarix seçmə, buna bir qiymət verər. Heç bir tarixi həqiqətə, tarixi sənədə sökənməyən bir iddiadır. Əvvəla adını çəkdiyi şəxsin dediyi kimi nədir? Deyir ki, şiəlik var idi. Türklüklə şiəliyi qarışdırıb bir-birinə qızılbaşlığı ortaya çıxardı Şah İsmail. Yəni biz bundan biraz əvvəl də dedik. Qızılbaşlığı Şah İsmail çıxarmayıb ortaya. Qızılbaşlar artıq Cüneyd, babası olan Cüneydin ətrafında var idilər. Şeyx Heydər, atası olan Şeyx Heydərin ətrafında var idilər. Qızılbaşlığı Şah İsmail icad eləməyib. Qızılbaşlıq dediyimiz Anadolu Ələviliyi idi. Necə ki, Şam Ələvi, Suriya Ələviliyində Nusayrilik deyilir. Anadolu Ələviliyində də qızılbaşlıq deyilir. Və Azərbaycanda da yox idi. Naxçıvan əhalisi Şafi məzhəbindədir, Sünni məzhəbindədir. Azərbaycanın bir dənə şəhər, İranda sadəcə Qum və Kaşan şəhərlərində şiəlik var idi. İran da onun xaricində başdan başa Sünni idi. Yəni bu heç bir sənədə. Bəli, bunlar tarixi faktlardır. Biz sadəcə bunu dilə getiririk. Bəli. Həmçində hətta Azərbaycan bizim Bərdə şəhərində sizin kitabınız var idi. Azərbaycanda tarix alimləri. Yəni həqiqətən də indiki Azərbaycan, yəni Şimali Azərbaycan, bizim dövlətimizin ərazisində də sünnilik olub həmişə. Və bugün Azərbaycanın Əhl-i Beytlə bağlılığı barədə həmən o antipodların uydurmalarına biz cavab verəcəyik. Bu Elnur Nəsirov çıxışlarının birində qeyd edir ki, Azərbaycanda şiəlik olmayıb, Azərbaycan sünni olub, Şah İsmail gətirib onu Azərbaycanı şiələşdirib. Mən bu adamın yalançılığını tarixi faktlarla sizə sübut eləyəcəm. Əzzələddin İbni Əsir Əl-Kamilu fit Tarix kitabında yazır ki, Əli İbni Əbi Talib Əşəs İbni Qeysi Azərbaycana vali təyin elədi. Əşəs Əli əleyhissalamın sadiq şiələrindən idi. Yenicə İslamı qəbul eləmiş Azərbaycana şiəlik, Əli tərəfdarlığı o dövrdən başlayır. Yəni, Əli şiyyəsi, Əli ardıcılığı Quranda dəfələrlə qeyd edilib ki, kimlərdir? Yəni, Əli əleyhissalamın ardınca gedənlər. Peyğəmbərdən sonra neçə məzhəbə, firqiyə, baxışa, səhabələrin hər biri bir dənə məktəb yaratmışdı ondan sonra. Onların içərisində Peyğəmbər dediyi kimi düzgün yol Əlinin yolu idi. Əli şiyyəsi yəni bu. Yəni, bundan sonra Azərbaycanda geniş formada Əli tərəfdarları formalaşmağa başlayır. Və o dərəcəyə çatır ki, artıq dünyada təzyiqlərə məruz qalan Əhl-i Beyt tərəfdarları Azərbaycandakı Əhl-i Beyt tərəfdarlarını, şiyyələrin məmləkətinə pənah gətirmiş olurlar. Bunun fakt sübutlarından biri də 9-cu əsrdə Azərbaycana pənah gətirmiş Həkimə xanımdır, Fatimə-i Suğra. Məmun
lənətullah İmam Rıza əleyhissalamı zəhərləyəndən sonra İmam Musa Kazımın qızları hərəsi bir şəhərə, bir məmləkətə, yəni şiyyələr olan məmləkətə pənah aparırlar. Onlardan biri də Ənzəliyə gəlir, çıxır, Fatimə-i Suğra. Sücaəddin baba kimi Ənzəlidə məşhur olan bir Əhl-i-Beyt tərəfdarı Ənzəlidə onların əmniyyətdə olmadığını görüb Bakıdakı dostu Hacı Bədir qardaşına məktub yazaraq bu əmanətlərə sahib çıxmasını istəyir. Bundan sonra qayıqlarla, yəni Həkimə xanımı və İmam Rıza əleyhissalamın daha 3 və ya bəzi yerdə 5 yazırlar evladını götürüb Bakıya gəlir. Bakıda Şiyə tərəfdarları Həkimə xanımı qarşılayırlar və içəri şəhərdə nüfuz sahibi olan Hacı Bədir Əfəndi onların məskunlaşması üçün Bakı kənarındakı indiki Bibheybət adlı yeri seçir. Bibheybət o dövrdə balaca bir qəsəbə, balaca bir kənd idi. Və bundan sonra xanım ömrünün sonuna qədər orada Əhl-i Beyt sevərlər arasında yaşayır. Və hətta sonralar qeyd edirlər ki, Şah Təhmasibin zamanında Zıx kəndinin bütün gəlirləri Bibheybət Şıxlar kəndinə verilir. Çünki xanımın ora gəlməsi ilə alimlər orada yığışıb elmi bir mərkəz yaratmışdılar. Bu bir tarixi faktdır. Bu barədə bir çox tarixçilər yazırlar. Məsələn, sonradan 13-cü əsrdə 1281-1282-ci illərdə Şirvanşah Fərruxzad İbni Axistanın əmri ilə həmən ziyarətgah üzərində bir məscid tikilir. Yəni Şirvanşahın da Şiyə olduğu, bir şahlığın, xanedanın Şiyə olduğu burada sübut olunur. Şah İsmaildən 200 il öncə, 200 il qabaq. Və daha sonra Abbasqulu Ağa Bakıxanov öz Gülüstan-ı İrəm şəhərində yazır ki, deməli Şirvan şahı, Şirvanşah olan və özünü Əmir-əl-Mömininin yardımçısı Böyük Sultan adlandıran bu Fərruxzad 180-cı Hicri ilində Bibheybət məscidi məzarı üzərində böyük bir məscid bərpa elətdirir. Sara xanım Aşurbəli yazır ki, Şirvanşahlar sadəcə o məscidi bərpa ediblər, böyüdüblər. O məscid ondan qabaqda mövcud olub. Və bir çox böyük alimlər də həmən bu ziyarətgahın ziyarətinə gəliblər, tanınmış insanlar gəliblər. O cümlədən Aleksandr Duma, o qədim fransız yazıcısı olub. Qarabağ xanı Mehdiqulu xanın qızı, Mehdiqulu xan Cavanşirin qızı Xurşud Banu Natəvanı gəlib Bibheybəti ziyarət edib, ora yol çəkdirib və daha sonra Bakıxanovun özü həmin yeri ziyarət edib və bu yazını qeyd edib. Və daha sonraki dövrdə Azərbaycanda Şiyə hakimlərinin hökmranlığı dövrü başlayıb. Məsələn, Alıbuyələr 934-1060-cı illərdə paytaxtı Şiraz, Rey, Bağdad və Həmədan olan Alıbuyələr dövləti Şiyə dövləti idi. Və onların başçıları dövlətin əsas elə bir ki, qüvvələri sırf Şiyyələr idi. Rəsmi dini Şiyyəlik idi. 100 ilə yaxın bir dövrdə, 100 ildən artıq bir dövrdə hökmranlıq eləmiş bu ərazi, Azərbaycan ərazisi də, yəni 1.600.000 kvadrat kilometr ərazini əhatə edən o cümlədən Azərbaycan da ona daxil Şiyə dövlət olub. Tarix yazır ki, bu Alıbuyələr hakimiyyəti zamanında Şiələr açıq şəkildə rəsmi olaraq Qədirxum bayramını, Aşura mərasimlərini qeyd eləyirdilər və bütün millətin burada iştirak etməsini təmin eləyirdilər. Elmi dəyərlərə əhəmiyyət verən bu xanedanın hökmranlığı zamanında İbn Sina, Biruni və digər
böyük alimlər, din alimləri, şairləri ocaqlar yaradıb, din mərkəzləri yaradıb, təhsillə məşğul olublar. Daha sonra Elxanilər və Hülakulər dövləti. Bildiyiniz kimi bu dövlət də 1256-cı ildə qurulan bu dövlət də Azərbaycanı əhatə eləməklə çox böyük bir ərazini özündə cəmləşdirir ki, bunların da dini tarix yazır ki, Monqollar daxil olduğuna görə Monqol dili, Fars dili, Uyğur dili olan bu dövlətin dini Buddizm, müsəlmançılıq, sünnülük və şiyyəlik idi. Yəni, hətta Monqolların dövründə qeyd edir. Daha sonra İmadəddin Nəsimi. Yəni, bu Elnur adlı bu insan və bunun kimi düşünənlərin hamısı ən azı Nəsimidən bir xəbərdir. Yəni, Azərbaycanın mənbələrini qoyub, o Türkiyənin uydurduğu saxta tarixlərə əsaslanıb bizim tarixi keçmişimizə ciddi zərbə vurmağa çalışırlar. İmadəddin Nəsimi yaşayıb Azərbaycanda və onun əsli adı Seyyid Əli İbni Muhammed Haşimi Qureyşidir. 1369-cu ildə dünyaya gəlib Şamaxıda. Özü şiyə olub. Və şiyyəlini də isbat edib, şiyyəliyini də isbat edib. Belə bir beyti var. Ta əzəldən padişahımdır Həsən xülq-i riza. Dünya-ı üqbada sərtacımdır Hüseyn-i Kərbəla. Nur-u çeşmimdir İmam-ı Zeynül İbad. Qibləgahımdır Muhammed, səzdəgahımdır Əli. Yəni Nəsimi yaradıcılığı bir institut idi, böyük bir Şirvanşah ərazisini əhatə edirdi. Nəsimini Şirvanşah himayət edirdi. Və Şirvanın da şiyə olduğu qaçılmaz bir faktdır. Və daha sonra Qaraqoyunlular 1375-1468-ci illərdə hökmranlıq eləmiş Qaraqoyunlu hökumətinin rəsmi məzhəbi şiyyəlik məzhəbi idi. Yəni Qara Yusif ki, onun təsisçisi idi, o imperiyanın başçısı idi, o şiyyə məzhəbində olub. Hətta sevə-sevə istinad etdikləri türk mənbələri də 15-ci əsr tarixçisi Mövlana Şükrullah Behcətü't Təvarix kitabında qeyd eləyir ki, həqiqətən də Qaraqoyunlu dövlətinin rəsmi məzhəbi şiyyəlik idi. Daha sonra Səfəvilər gəlir və digər hadisələr. Eyni zamanda bir faktı da qeyd edeyim ki, 1078-1079-cu ildə tikilmiş İçəri şəhərdəki Muhammed məscidinin daş kitabələrində də Əliyyən Vəliyullah kəlməsi yazıldığı üçün sonradan Səfəvilər Bakıya daxil olanda o kitabanı oxuyandan sonra Abşeron bölgəsini vergidən azad edirlər şiyə olduqlarına görə. Dəyərli izləyicilər, gördüyünüz kimi həmən bu Elnur adlı şəxs daxil olmaqla bu insanlar saxta məlumatlarla Azərbaycanın mənəviyyatına zərbə vurmağa çalışırlar. Azərbaycanda Mərsiyə, İmam Hüseyn məktəbi bir janr olub, bir mövzu olub. Azərbaycanda mədəniyyətin, teatrın kökü bu məktəbin üzərində qurulub. Bunlar bunu inkar eləyərək mədəniyyətimizi aradan aparmaq istəyirlər. Tarixi kimliyimizi aradan aparmaq istəyirlər və bununla da böyük güclərə xidmət edirlər, ermənilərə xidmət edirlər ki, bizi bu regionda yox hesab eləsinlər. Çünki tarixi mədəniyyət olmayan bir xalq yox olmağa məhkumdur. Vəssalamu aleykum və rəhmətullah.